Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinərsinizsə, biz də sizin qəbahətlərinizin üstünü örtər və sizi şərəfli bir mənzilə çatdırarıq. Kiçik günahlar müəyyən səbəblərdən böyük günahlara çevrilirlər. Günahları kiçik hesab edərkən əhəmiyyətsiz saymaq şeytanın ən təhlükəli vəsvəsələrindən biridir. İnsanın böyük sayaraq çəkindiyi günahlar o qədər də təhlükəli deyildir. Çünki təqvalı insan həmişə özünü belə günahların toruna düşməkdən qorumağa çalışır. Lakin insan həmin günahları kiçik saydıqda, günaha nisbətdəki narahatlıq və qorxu aradan gedir və insan asanlıqla günaha aldı olur. Mütəmadi olaraq günaha mürtəkib olmaq, kiçik günahların böyük günahlarla əvəz olunması üçün şərait yaradan amillərdəndir. Bu isə insanın həmişəlik saadət və xoşbəxtlikdən məhrum olunmasına gətirib çıxarır. Həqiqətdə deyilənləri nəzərə alsaq, bütün günahların böyük olduğunu anlayırıq. Çünki Allahın qadağa qoyduğu qanunları pozmağın özü böyük günah sayılır.